İran əsilli Amerikalı tədqiqatçı və yazıcı Məcid Məhəmmədi deyib ki, Trumpla danışıqlar İran hökumətini xilas eləməyəcək. Onun sözlərinə görə İranın ayaqda qalması üçün həll yollarından biri Xamneyinin ölümü və ya bu hökuməti qorumaq üçün İslam Respublikasının siyasətini əsaslı şəkildə dəyişdirə biləcək bir varisin lehinə hakimiyyətdən istefa verməsidir. Məcburi hicabın Amerika və İsrailin Xamneyinin qırmızı xəttləri olduğunu vurğulayan Məhəmmədi bildirib ki, İranda son 2 ildə baş verən hadisələrdən sonra məcburi hicab qırmızı xəttdən çıxarılıb. Amerika barəsində isə Xamneyinin davranışı tam uğursuzluqla üzləşib. İsrailə gəlincə, onunla danışıqlar çətin ki aparılsın. Səbəb nə olursa olsun, bu proseslər İslam Respublikasında ciddi ideoloji çatlar yarandığını göstərir. Pezeşkiyanın özü belə deyir ki, İslam Respublikası uçurumun kənarındadır deyə açıqlamasında bildirib.